Değerli dostlar, hörmətli AQ qrupun izləyiciləri, salamlayıram hər birinizi. Bugün sizlərə Balakən rayonunun Hənifə kəndində yerləşən evimizi təqdim edəcəm. Evimiz və qarşısında gördüyünüz mağazası. Ümumi sahəsi 50 sotdan ibarətdir. İndi sizlərə ətraflı olaraq hər bir tərəfin video təqdimatını verəcəm. Belə deyim dostlar, böyük bir torpaq sahəsidir. Ümumi böyük yola düşən hissəsi 100 metrdən ibarətdir. Gördüyünüz 100 metr yola düşən hissəsi vardır və əlavə olaraq da burada da böyük bir yola düşən hissəsi vardır. İstədiyiniz məqsədlər üçün də istifadə edə bilərsiniz. Qarşı tərəfində mağazası, mağazadan da biznes məqsədi ilə istifadə edə bilərsiniz. Keçid alaq evimizin daxili ilə ətraflı olaraq sizlərə tanış edin. Deməli, burada naves hissəsidir. Navesin baş tərəfi mağaza kimi istifadə olunur. İki qapısı vardır. Dəmir darvaza, iki dəmir darvazası vardır. Birinci darvaza qeyd etdiyim kimi arxa hissəsinə keçid olan yerdir. Yəni evimizin arxa hissəsində böyük bir torpaq sahəsi vardır. 50 sot torpağın içində inşa olunmuş belə bir gözəl evimiz də mövcuddur. Nəzər salaq, bura naves hissəsidir. Qeyd etdiyim kimi navesin baş tərəfində mağazası mövcuddur. Yola düşən hissəsində də digər bir bizneslər üçün istifadə edə bilərsiniz. Burada mal baxmaq üçün damı vardır. Cücələrə baxmaq üçün yer vardır orada. Təqdim edəcəm indi sizlərə ətraflı olaraq. Böyük bir torpaq sahəsi və daxilində təmirli ev axtaranlar buyursunlar, birbaşa bizimlə əlaqə saxlasınlar. Bura gördüyünüz hissə bu evə məxsusdur dostlar. Qeyd etdiyim kimi böyük hissədir yola düşən hissəsi. Keçid alaq evimizin daxili ilə də ətraflı olaraq sizləri tanış edim. Qiyməti təqdim edəcəm dostlar sizə. Qiymət deməli 110.000 manata təklif olunur. 110.000 manata təklif olunur. Hər bir şey birlikdə 110.000 manata. Deməli dostlar, daxil oluruq. Evimiz gördüyünüz kimi böyük bir evdir. Heç bir təmirə ehtiyac yoxdur. Pilləkənlərdən qalxdıqdan sonra sanuzeldir, ayaq yoludur. Burada böyük bir zaldır. Ümumi 9 metrin, belə deyək, 5 metr enində olan böyük bir zalı vardır. Zalın baş tərəfində nəzər salaq. Gördüyünüz kimi mətbəxdir. Mətbəxdə bütün avro pəncərələrlə təchiz olunmuşdur evimiz. Bu da evin arxa tərəfindən görüntüsüdür. Deməli dostlar, belə deyim, istilik sistemi, kombi sistemidir. Radiatorlar yerləşdirilmişdir hər bir tərəflərə. Bu da yenə bir böyük, belə deyək, yataq otağımızdır. Gördüyünüz kimi. İkinci bir yataq otağımız. Nəzər salaq hər bir tərəflərə. Qeyd etdiyim kimi istilik sistemi də kombi sistemi ilə təchiz olunmuşdur. Qiyməti sizlərə təqdim etdim. 110.000 manata gördüyünüz bu gözəl evi alaraq adınıza keçirə bilərsiniz. Ümumi sahə 50 sot, iki tərəfi yola düşür. Yan tərəfi və qarşı tərəfi istədiyiniz məqsədlər üçün qarşısında mağazası vardır. Biznes kimi istifadə edə bilərsiniz. Belə dostlar, evimiz haqqında bütün məlumatları sizlərə verdim. Bütün gördüyünüz daxilindəki əşyalarla birlikdə əlavə heç bir belə deyək əşya almayacaqsınız. Sadəcə olaraq notarial qaydada alqı-satqı olunub